Ben yəni belə danışaq da. Bugünkü gündə mən heç kimə şamil eləmirəm, ümumiləşdirib danışıram. Çox sosial şəbəkələrdə hamısında görürsüz ki, blogerlər və influencerlar çoxsu şan şöhrətli ailələrdən hamısı və ailələr. olmadı həyatını olmadı təqdim hər şey, edirlər. ideallığını paylaşırlar, hər şey wow dərəcəsində paylaşırlar və ona qalsa bugünkü gündə çox ailələrin boşanmağının səbəbi odur. Ona heç nə demirsiniz, gəlib məsəl üçün biz burada hansısa bir cümləni istifadə edirik, ona qayıdıb deyirsiniz ki, hə siz ailə boşandırırsınız və ya hansısa bir şey edirsiniz. O həmin şəxs çox güman ki, bizim anonsu izləyib və ümumiyyətlə bölümü izləməyib. Belə başa düşdüm ki, yəni belə bir fikrə gəlib. Biz ümumiyyətlə heç vaxt deməmişik ki, qadınlar həmişə haqlıdır, kişilər pisdir, feministlik ümumiyyətlə təbliğ etmirik. Mən həmin zaman demişəm və deyəcəm də, vəfasız qadınlar, vəfasız kişilər var. Yəni hər kəsin özünün səhvləri var. İstəyən səhvin üzəridir, istəməyən də ki, yoluna davam edir. Amma biz burada deməmişik ki, qadınlar yaxşıdır, kişilər pisdir. Yəni ilk öncə diqqətlə birinci bölümü izləyin, sonra fikir bildirin. Sonra bildirsinlər ki, nə var, nə yoxdur.